Dünya praktikasında görünmeyen bir şey 200 nömrəli məktəbin qarşısında görünüb. Məktəb qarşısında pullu parkovka harda olub? Hansı məktəbdə görürsünüz onu? Ben bu şikəst qılçayla məcburam gedim dünyanın o başına maşın saxlayayım gəlin burada parkovka əlindən yer yoxdur. 10 dəqiqəlik gətirirsən, düşürdürsən, sonra bir 10 dəqiqədə gözləyirsən, parking nəyə lazımdır? Kimsə saxlayır, çıxır, gedir, parking edir. Nəyə lazımdır? Şikayətçilər deyirlər ki, hər gün ödəniş etmək onlar üçün əlavə xərc yaradır. Çətinləşib, yəni ki, pul ödəyirsən də, 5 dəqiqə uşağı götürürsən, pul ödəyirsən. Nə qədər pul ödəyirsiniz? İndi 70 qəpik. 1 manat 40 qəpik belə. Yəni bir məktəbin qarşısında asparkinqin olması nə qədər doğrudur. Bura məktəb binasıdır və uşaqlar, körpələr məktəbdən, yəni uşaqların çıxışı çoxdur. Və təbii ki, bir valideyn olaraq narahatım. Maşını qoyuruq, uşağın arxasınca gedib uşağı götürüb qaydanda. Maşından düşdükdə biz unuduruq asparkinqi vurmağı və uşağı götürüb qaydana qədər cərimələr gəlir.